Salam, əziz izləyicilər. Bugün 12 maydır. Göy üzündəki hərəkətlilik həyatımıza yeni rənglər qatmağa davam edir. Bəs bugün ulduzlar sizin üçün hansı sürprizləri hazırlayıb? Gəlin vaxt itirmədən bürclərin sirli dünyasına daxil olaq. Qoç, əziz qoçlar, 12 may sizin üçün əsl sosiallaşma günü olacaq. Ətrafınızdakı insanlarla qurduğunuz səmimi ünsiyyət sizə yeni və maraqlı qapılar aça bilər. Bugün dostlarınızla vaxt keçirmək, qrup layihələrində iştirak etmək enerjinizi 2 qat artıracaq. Yaradıcı tərəfiniz ön plandadır, ona görə də ağlınıza gələn fərqli ideyaları qeyd etməyi unutmayın. İş mühitində isə komanda ruhu ilə hərəkət etmək sizə gözlədiyinizdən daha böyük uğurlar gətirəcək. Axşam saatlarında qısa bir gəzinti beyninizi dincəltmək üçün əla seçimdir. Öz dinamik ruhunuzu qoruyun və günün dadını çıxarın. Buğa, hörmətli buğalar, bugün daxili hüzur və rahatlıq axtarışında olacaqsınız. Həyatın qaçdı qovdusundan biraz uzaqlaşıb özünüzə vaxt ayırmaq sizə çox yaxşı təsir edəcək. Maliyyə məsələlərində ağıllı və səbirli addımlar atmaq vaxtıdır, xüsusən də gələcəyə yönəlmiş investisiyalar üçün uyğun bir dövrdür. Şəxsi münasibətlərinizdə qarşı tərəfin ehtiyaclarına daha həssas yanaşmağınız aranızdakı bağı daha da möhkəmləndirəcək. Evinizdə kiçik dəyişikliklər etmək və ya sevdiyiniz yeməyi hazırlamaq əhvalınızı yüksəldəcək. Unutmayın ki, kiçik xoşbəxtliklər böyük fərəhlərin başlanğıcıdır. Əkizlər, sevgili əkizlər, bugün intellektual fəaliyyət və öyrənmək eşqi ilə dolusunuz. Yeni məlumatlar toplamaq, maraqlı mövzuları araşdırmaq və ya uzun müddətdir maraqlandığınız bir kursa yazılmaq üçün mükəmməl gündür. Ünsiyyət sahəsindəki bacarığınız hər kəsi heyran qoyacaq, sanki hər kəsin dilini tapmağı bacarırsınız. İşgüzar görüşlərdə və ya dost məclislərində sözün əsl mənasında parlayacaqsınız. Səyahət planları gündəmə gələ bilər, bəlkə də yaxın günlər üçün kiçik bir qaçış planlaşdırmağın vaxtıdır. Enerjinizi parçalamayın, diqqətinizi ən vacib hədəflərinizə yönəldin. Xərçəng, əziz xərçənglər, bugün emosional dərinliyiniz və intuisiyanız hər zamankından daha güclüdür. Sevdiyiniz insanların qayğısına qalmaq, onlara mənəvi dəstək olmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Ailə daxilindəki bağları gücləndirmək və evinizdə isti bir atmosfer yaratmaq üçün əla fürsətlər yaranacaq. İş həyatınızda isə detallara göstərdiyiniz diqqət sizi rəqiblərinizdən bir addım öndə tutacaq. Maliyyə baxımından ehtiyatlı davranmaq və büdcənizi planlı şəkildə idarə etmək üçün yaxşı bir gündür. Öz daxili dünyanıza qulaq asın. Ulduzlar sizə ən doğru yolu pıçıldayacaq. Şir, parlamağı sevən şirlər, bugün özgüvəniniz zirvədədir. Liderlik xüsusiyyətlərinizi nümayiş etdirmək və mühüm qərarlar vermək üçün çox əlverişli bir zamandır. Həm işdə, həm də sosial mühitdə diqqət mərkəzində olacaqsınız, hər kəs sizin fikirlərinizlə maraqlanacaq. Yaradıcılıq tələb edən işlərdə böyük uğurlar əldə edə bilərsiniz. Şəxsi həyatınızda isə cəsarətli addımlar atmaqdan çəkinməyin, hisslərinizi səmimi şəkildə ifadə etmək qarşı tərəfdə xoş təəssürat yaradacaq. Bugün idmanla məşğul olmaq və ya rəqs etmək enerjinizi düzgün kanala yönəltməyə kömək edəcək. Günü krallara layiq bir tərzdə yaşayın. Qız, hörmətli qızlar, bugün nizam-intizam və məhsuldarlıq ön plandadır. Uzun müddətdir yığılıb qalan işləri planlı şəkildə tamamlamaq sizə böyük yüngüllük gətirəcək. Detallara olan o məşhur diqqətiniz sayəsində heç kimin görmədiyi səhvləri düzəldəcək və işin keyfiyyətini artıracaqsınız. Sağlamlığınızla bağlı yeni bir rutinə başlamaq, məsələn, daha balanslı qidalanmaq üçün ideal vaxtdır. Şəxsi münasibətlərdə isə qarşılıqlı anlayış və dəstək əsas şərt olacaq. Özünüzə qarşı çox tənqidi olmayın, əksinə əldə etdiyiniz kiçik nailiyyətlərlə fəxr edin. Hər şeyin öz vaxtında və gözəl şəkildə yoluna düşəcəyinə inanın. Tərəzi, sevgili tərəzilər, bugün həyatınızda estetik gözəlliklər və harmoniya axtarışı hakim olacaq. İncəsənətə olan marağınız arta bilər və ya ətrafınızı gözəlləşdirmək üçün yeni ideyalar tapa bilərsiniz. İkili münasibətlərdə balans və ədalət axtarışında olacaqsınız, bu da sizi mübahisələrdən uzaq, sülhsevər bir mövqeyə gətirəcək. Yeni ortaqlıqlar və ya işbirlikləri üçün çox müsbət enerjilər var, sosial həyatınız canlanacaq, bəlkə də maraqlı bir tədbirə dəvət alacaqsınız. Öz zərifliyinizlə ətrafınızdakıları heyran qoymağa davam edin.
Bugün həyatın sizə təqdim etdiyi bütün gözəllikləri sevgi ilə qəbul edin. Əqrəb, ehtiraslı əqrəblər, 12 may sizin üçün güc və transformasiya günüdür. Daxili dünyanızda baş verən dəyişikliklər həyatınıza yeni bir nəfəs gətirəcək. Araşdırmaq, gizli qalan məqamları üzə çıxarmaq üçün çox kəskin bir zəkaya sahibsiniz. İş mühitində strateji addımlar ataraq hədəflərinizə daha da yaxınlaşacaqsınız. Maliyyə sahəsində gözlənilməz, lakin müsbət inkişaflar baş verə bilər. Şəxsi həyatınızda isə dərin bağlar qurmaq və sadiqlik ön planda olacaq. Öz sirli auranızla hər kəsi tilsiminizə salacaqsınız. Daxili səsinizə güvənin, o sizi heç vaxt yanıltmaz. Enerjinizi böyük işlər görmək üçün istifadə edin. Oxatan, azad ruhlu oxatanlar, bugün üfüqlərinizi genişləndirmək istəyi daxilinizdə coşacaq. Fərqli mədəniyyətlər, fəlsəfələr və ya xarici ölkələrlə bağlı mövzular diqqət mərkəzinizdə olacaq. Bəlkə də gələcək bir səyahət üçün artıq biletlərinizi axtarmağa başlayacaqsınız. Optimist ruh halınız ətrafınızdakılara da ümid verəcək. İş həyatında risk almaqdan qorxmursunuz və bugün o cəsarətli addımların bəhrəsini görə bilərsiniz. Yeni bir hobbiyə başlamaq və ya açıq havada vaxt keçirmək sizə inanılmaz bir azadlıq hissi bəxş edəcək. Həyatın sizə təqdim etdiyi hər bir macəranı sevinc və böyük bir maraqla qarşılayın. Oğlaq, əziz oğlaqlar, bugün karyera və məsuliyyət məsələləri sizin üçün prioritet olacaq. Uzun müddətli hədəflərinizə çatmaq üçün göstərdiyiniz əzm və intizam hər kəs tərəfindən təqdir olunacaq. Realist yanaşmanız sayəsində çətin problemləri asanlıqla həll edəcək və hər şeyin nəzarət altında olduğundan əmin olacaqsınız. Maddi məsələlərdə təhlükəsizliyinizi təmin etmək üçün yeni və çox ciddi planlar qura bilərsiniz. Ailə böyükləri ilə məsləhətləşmək və ya onlardan dəstək almaq sizə güc verəcək. Axşam saatlarında isə gərgin iş gününün yorğunluğunu çıxarmaq üçün sakitlikdən zövq alın. Sizin əzminiz qələbənin ən böyük rəhnidir. Dolça, yenilikçi dolçalar, bugün fərqli və orijinal ideyalarınızla seçiləcəksiniz. Texnologiya, elm və ya sosial problemlərlə bağlı layihələr diqqətinizi çəkə bilər. Dostlarınızla bir araya gəlib gələcək planları müzakirə etmək üçün çox məhsuldar bir gündür. Sizin azadlıq sevginiz və fərqli baxış bucağınız hər kəsin diqqətini çəkəcək. Həyatınızda köhnəlmiş, artıq sizə fayda verməyən vərdişlərdən qurtulmaq üçün əla fürsət yaranacaq. Şəxsi azadlığınızı qoruyaraq kollektiv işlərdə uğur qazanacaqsınız. Sabaha olan inamınız sizi hər zaman bir addım öndə tutacaq. Özünüzə sadiq qalın və fərqliliyinizlə fəxr edin. Balıq, nəzakətli balıqlar, bugün duyğusal bağlarınız və xəyal gücünüz çox yüksəkdir. Yaradıcı fəaliyyətlərlə məşğul olmaq, rəsm çəkmək və ya musiqi ilə ruhunuzu dincəltmək sizə çox böyük həzz verəcək. Empatiya qurmaq bacarığınız sayəsində ətrafınızdakı insanların dərdinə ortaq olacaq və onlara şəfa verəcəksiniz. Sevdiyiniz insanlarla keçirdiyiniz vaxt sizə mənəvi güc bəxş edəcək. İş həyatında isə intuisiyalarınıza güvənərək hərəkət etmək sizi ən doğru nəticələrə aparacaq. Günün sonunda özünüzlə tək qalmaq, meditasiya etmək və ya xəyallara dalmaq ruhunuzu tamamilə təzələyəcək. Ürəyinizdəki sevgi dünyanı daha da gözəlləşdirəcək. Əziz dostlar, 12 may üçün bürclər proqnozunun sonuna gəldik. Ümid edirik ki, bugün ulduzlar sizin üçün ən xeyirli qapıları açacaq. Həyatınızdan sevgi, sevinç və uğur əskik olmasın. Sabahki proqnozda görüşənədək özünüzə yaxşı baxın və ulduzunuz həmişə parlasın.